Təqva şərtdir və buyurur yanında da nədir? Bəsirət şərtdir. Təqvanın yanında bəsirət olmalıdır. Bəsirət yəni insanı hərəkətə gətirən və insana doğru yolu göstərən vasitə. Bəsirət ağlımıza qeyri-adi şeylər gəlməsin. Kim göydə uçdu, kim suyun üstündə gəzdi, kim nə oldu? İşim yox, bəzi məsələlər var, bəzi inayət məqamları var, bəzi kəramətlər var, ondan işimiz yox. Amma bəsirət haqla batili doğru ayrı eləməkdir. Bəsirət bunu düzgün seçməkdir.